Aha, deyin görün mənə Vaqiflə bağlı, Molla Pənah Vaqiflə bağlı Səməd Vurğun ancaq dramatik növdəmi bir əsər yazıbdı müəllimlər? Eşidirsiniz məni? Ay, sağ olun. Bəli, lirik növdə də onun əsəri var Vaqiflə bağlı. Hansı şeir idi? Şairin Ay, sağ olun. Şairin ölümü şeiri idi ki, bəli, Vaqiflə bağlı yazdığı şeir idi. Mən həm lirik, həm dramatik növdə Vaqiflə bağlı əsər yazdım. Ümumiyyətlə Səməd Vurğun hə, çox sevirdi. Məsələn, Səməd Vurğun şifahi xalq ədəbiyyatını çox sevirdi. Vaqif də şifahi xalq ədəbiyyatını çox sevirdi. Elə bil ki, onları birləşdirən bir ortaq nöqtə var idi ki, bunların ikisi də şifahi xalq ədəbiyyatını çox sevirdilər. Əsər ümumilikdə neçənci? Aha, bəli, bəli. Əsər neçənci ildə yazılmışdı? Vaqif Səmədoğlu. Ayson 1937-ci ildə. Bəs deyin görün mənə, bu əsər dram yaradıcılığında Vaqifin ilk əsəri idimi, yoxsa Vaqifə qədər hər hansı bir dram əsərləri yazmışdımı? Yaradıcılığını ilk dramatik növdə yazdığı əsər idi. Dramatik növdə yazılan ilk əsər idi. Bir də müəllimlər, keçdiklərimiz əsərlərdən yadımızdadır, ana əsəri haqqında da deyirdik ki, ana mənzum faciəsi haqqında. Hüseyn Cavidin dramatik növdə ilk qələm təcrübəsidir, ay sağ olun. Yaradıcılığında yox, yaradıcılığında dramatik növlə başlayan sənətkar Cəlil Məmmədquluzadədir. 1889 Çay dəstgahı. Amma dram yaradıcılığında ilk olan və ananı deyə bilərik, bir də Vaqif əsərini qeyd edə bilərik ki, 1937-ci ildə. Bəs Vaqif əsəri Səməd Vurğunun yaradıcılığını mərhələlərə bölmüşdü. İctimai axtarışlar, məhsuldar, müharibə, müharibədən sonrakı hansı dövrə düşürdü? Hansı dövrdə yazmışdı? Ən məhsuldar 41-ə qədərki dövr, ən məhsuldar dövründə yazmışdı. 41-dən artıq 41-dən o tərəfə onun başlayırdı müharibə dövrü. Aha, necə? Aydın. Çünki o 28-dən 1932-yə qədər ictimai axtarışlar idi. 4 il elə bil universitet ili kimi 4 il. Sonra 33-dən onun məhsuldar dövrü başladı. 41-ə qədər çox əsərlərini məhz bu dövrdə yazdığını biz qeyd edirik. Yaxşı. Bu əsər Azərbaycan ədəbiyyatında bu əsərin ilkliyi nədən ibarət idi? Aysa, ədəbiyyatımızda ilk dram əsəri idi ki, heca vəznində yazılmışdı. Ümumiyyətlə, bəli. Nəzmlə yazılan dram əsərimiz var idi, allegorik dram əsərimiz var idi, düzdürmü? Amma heca vəzinli poemamız da var idi hətta, heca vəznində poema da var idi. Hansı idi heca vəznində poemamız? Heydər Babaya salam, ay sağ olun. Bu artıq heca vəznində bir dram əsəri oldu. Yaxşı, bu dram əsərimiz neçə pərdədən, neçə məclisdən ibarətdir? Yox, 5 pərdədən ibarətdir. Bəli, 5 pərdədən ibarətdir. 11 şəkildən ibarətdir. Bəli, yadda saxlayaq. İndi gələk burada Molla Pənah Vaqifin dediyi ümumiyyətlə həyatıyla daha çox düzdür. Yaradıcılığı da var, həyatı da var paralel bir şəkildə. Həm də onun ictimai xadim kimi mövqeyi məsələsinə toxunmuşdu. Çünki o uşaqlıqdan Vaqifin yaradıcılığına xüsusi bir əhəmiyyət vermişdi. Burada məsələn yoldaşlar, toxunduğu məsələlər indi çoxdur. Bir-bir çalışacağıq hamısına diqqət yetirək. Burada xan obrazı, məsələn İbrahim xan obrazını bu qədər mənfi planda verir. Amma tarixdə görmüşük ki, bu Qarabağ xanlıqlarına, xüsusilə İbrahim xan, Pənahəli xaniyə bunlar
o qədər də qəddar olmuyor. İndi şahdır, ölkə başçısıdır, xandır. Bu qəddarlıq etməsi normal bir şeydir. Amma bunları mənfi planda və bu cür təqdim etməsinin səbəbi nə idi? Aysan, Aysan. Yəni Sovet dövrünü, bəli, qayda-qanunlar qoymuşdu ki, məhz xanlıq, xan, bəy nəslindən olanlar mənfi bir obraz kimi əsərlərdə təqdim olunmalıdır. Səməd Vurğun da o qaydalara riayət etdiyinə görə məhz burada o xan nəslindən olanları mənfi planda təqdim etmişdir. Yaxşı, biz burada ancaq Qarabağ xanlığının mı olduğunu görürük? Aysa, Gəncə xanının da çəkilir. Sadəcə olaraq geniş bir məlumat olmur. Necə? Aha, yaxşı. Qazax mahnının adı çəkilməsi də var. Qazaxın adı başqa şeirində də çəkilmişdimi? Aysa, Min Qazaxda Köhlən ata. Qazaxın adı orada da çəkilmişdi. Tamamilə doğrudur. Öz yurdunun doğulduğu yeri. Yaxşı, burada həm dramatik növ xüsusiyyətinə uyğun olaraq monoloqlardır, dialoqlardır, bədii, təsirli, gözəl bir şəkildə oxucuya çatdırılmışdır. Bəs burada müəllimlər, digər janrlardan dramın tərkibində digər janrlara aid nümunələr öz əksini tapmışdımı? Aha, nələr var idi orada? Aysel, elə müəllifin özünün yaradıcılığının son illərində yazdığı qəzəl olaraq Bax rədifli qəzəli burada öz əksini tapmışdı, düzdür? Bax qəzəli. Aha, sonra başqa nə var idi lirik ünsürlərdən? Aha, Durnalar şeiri qeyd olunmuşdu, bəli. Sonra aha, bayatı var idi. Sonra orada şifahi xalq ədəbiyyatı ilə bağlı yengənin dilindən deyir, anam, bacım, qız gəlin. Yengənin dilindən deyilən. Ay sağ olun. Həm toy naməsi deyərik də, toy naməsi şifahi xalq ədəbiyyatına aid bir nümunə janr toy naməsi var idi. Yaxşı, bəs qoşma var idimi? Qoşma janrında. Aysan, Durnalar da elə qoşma idi. Tamamilə doğrudur. Yaxşı, indi gələk burada biz dedik ki, xalqa münasibət məsələsində Vaqiflə İbrahim xanın arasında bir uçurum vardı. Vaqif və İbrahim xan xalqa münasibətdə tamamilə zidd mövqelərdə dayanmışdılar. Əks qütblərdə dayanan obrazlar idi. İbrahim xan öz vətəninin dar günündə hansı tədbirə əl atır? Azdan. Onun Dağıstana qaçdığını biz ilk hardan bilirik? Aha, nə deyir onun haqqında? Aysel deyir, qaçdı. Aha, Aysel onu qarşılayır, xoş gəldin deyir. Bəs orada İbrahim xan haqqında qaçdı o kəllə başdana belə bir ifadə işlədilir. Onu kim deyir? Aysel. Aha. Aysel o ifadəni Qacar. Yəni onu çox vaxt deyirlər şeyx deyil. O yox. O ifadəni deyən elə məhz Qacar olmuşdu. Yaxşı. Vaqifi mövqeyini onsuz da məlum məsələdir. Biz görürük. Əsər necə başlayırdı yoldaşlar? Aha, Xudaya insanın halı yamandır, nələr çəkdiyimiz sənə əyandır. Yəni Allaha yalvarır bu dövrlə bağlı insanların vəziyyətinin acınacaqlı olması məsələsini deyir. Vidadin həyat yoldaşı burada var idimi? Vidadin həyat yoldaşı obraz kimi təqdim?
Bəli, həyat yoldaşı da var idi. Xuraman Vaqifin neçənci evliliyi idi? Aysən, çünki bilirik ki, o Əli bəyin analığıdır. Yəni yəqin ki, ikinci evliliyi də ola bilər, bəlkə də yenə evlənibmiş, amma ikinci evliliyi olduğunu bilirik. Hə, Aysən. Çünki onun əvvəlki əri xatırlayır, əvvəlki ərim belə idi. Aysən, nökərlərim var idi, qulluqçularım var idi. Bu haqda danışır özü. Ümumiyyətlə, həmişə ədəbiyyatda biz təhlil zamanı bədii təsvir ifadə vasitələrini keçəndə və burada deyirik, nə var, nə deyirsən vəfalı yarım. Xuraman obrazının kinayəvi şəkildə vəfalı yarım adlandırılması məsələsi ilə onun necə xəyanətkar, vəfasız bir obraz olduğundan bizə xəbər verirdi. Burada qadınlarda zidd qütblərdə dayanan, məsələn, xalqa münasibətdə zidd qütbdə dayananları dedik. Bəs qadınlardan əks mövqedə dayanan qadınlar kimi misal göstərə bilərik? Aysən. Gülnar və Xuramanı göstərə bilərik. Tamamilə doğrudur. Gülnarın yoldaşına qarşı sədaqətliyi onsuz da görünən idi. Deyir, elin gözü tərəzidir. Amma onu dilə gətirən, ifadə edən kim olur? Aysən. Vaqif onun bu cür hərəkətini əhsən deyir. Atalar düz deyir. Erkək Aysə onlara yemək gətirir. Bax ondan sonra deyir ki, aslanın erkəyi dişisi olmaz. Aslanın erkəyi dişisi olmaz. Atalar sözü. Başqa harda istifadə olunur? Aysə. Aha, orada da deyir, erkək tinəti ilə olsam da qadın, hər işi bəllidir mənə dünyanı. Düşünsən biraz, aslanın erkəyi dişisi olmaz. Orada müşabeh düzdür. Sadəcə olaraq İskəndərə deyir, mənim niyyətim səni qorxutmaq deyil. Çünki orada İskəndərin deyir, rəngi saman kimi saralmışdı, qorxmuşdu. Nədən qorxmuşdu? Özündən ağıllı birini gördüyü üçün. Bax, bunu da çox salırlar. Niyə qorxmuşdu? Tək olduğu üçün yox. Özündən ağıllı biri ilə rastlaşdığı üçün ağıldan belə qorxmuşdu ki, qadının ağılına bax. Müşabeh də ondan sonra deyir, sən də mənim rəsmimi aydın görəsən deyə belə eləmişəm. Yaxşı, Gülnar həm həyat yoldaşına, həm onun ailəsinə, həm də öz vətəni, torpağı uğrunda mübarizəsinə görə bizim gözümüzdə ucalır. Xuraman isə əksinə. Bəs Xuraman etdiyi səhvi, peşmançılığını yaşayırmı ən azından? Aysən, sondakı peşmançılıq da fayda verməz təbii. Aha. Xuraman öz bu etdikləri hərəkəti əsaslandırmaq üçün orada bir şeir deyirdi. Nə deyir belə deyim də, əsaslandırmaq deməyək də, belə özünü günahkar saymır da, özünü Aysən. Aha. Aysən. Aysən. Aha. Yəni əslində bütün bunlar məndən asılı olmadan zamanəyə görə, dövrə görə belə baş verən hadisələrdir deyir. Özünü belə deyək də, günahsız kimi göstərməyə bu formada çalışır. Ancaq nə qədər bu cür o düşünsə də, dilinlə ifadə etsə də, yəni xislətinə qalib gələ bilməyən xəyanətkar obrazdır bizim gözümüzdə. Vaqif də onu çağırır. Bəs Xuramanın aqibəti necə olur? Aysan özünü qaydan atır. Özünü qaydan attığını biz kimin dilindən eşidirik? Aysan qapısını dinlə. Aha. Aysan. O artıq özünü qayadan atdı. Tamamilə doğrudur. Qayadan atmaq düzdür, biz keçmirik. Bir də qayadan atmaq Şeyx Sənanda var. Şeyx Sənan özünü qayadan atır. Qayadan atmaq məsələsi bir də orada var idi. Aha. Hə, o öz atır, öz-özünü
öz-özünü atan obrazı kimi də məhz Şeyx Tənandan həmişə Xuramanı deyirdik ki, o da öz səhvini anlayır ki, Tamaraya aşiq olur, Qurani-Kərimə qarşı yandırır, hətta boğazından xaç açır, asır. Sonra anlayır ki, necə böyük səhvlər eləyib, bu mənəvi böhran qarşısında təlatümdə qalır və gedir özünü qayadan atır. Ki, aforizmlərdən, atalar sözlərindən istifadə olunmuşdur. Bu doğrudurmu? Aforizmlərdən istifadəni harda gördük? O atalar sözüdür. Hə. Bax, aforizmlərdən istifadə olunmayıbdır. Atalar sözü var. Amma yadda saxlayın ki, burada deyilən ifadələr sonradan aforizmə çevrilib. Yaxşımı? Sonradan aforizmə çevrilib. Yəni, buradakı misralar, burada deyilən deyişmələrdəki hissələr sonradan xalqın, insanların dilində bir aforizmə çevrilib. Amma ümumiyyətlə, atalar sözü, məsələn, aslan erkək dişisi olmaz məsələsi öz əksini tapmışdı. Lirizm güclüdür ümumiyyətlə. Lirika şeiri oxuyanda adama, drama oxuyanda oradakı şeiriyyət, oradakı lirizm adama çox xoş gəlir ki, qafiyələnmədir, hər şeydir. Çox gözəl toxuyub və çox gözəl də məna, mahiyyət baxımından cavab verir. Hətta elə gözəl cavablar, dəyişmələr var ki, orada. Əsl belə Nizaminin, belə deyək, Nizami səviyyəsində, Nizaminin düşüncəsi səviyyəsində olan məqamlar da var. Ha, çox belə ağıllı düşüncələr var orada. Boş-boş söz yığını deyil, boş-boş bir-birinə söz çatdırmaq deyil, mahiyyətli, mənalı sözlərdir. Burada xalq qəhrəmanlarımızdan kiminsə adı çəkilirmi? Aha, onlar yazıçılarımızdır. Xalq qəhrəmanından Koroğlunun adı çəkilir. Aysun, tamamilə doğrudur. Aha. Koroğlunun adı kimin dilindən çəkilir? Aha, bir qoca deyir, qoca gəlir Qarabağ yanılanda. Qoca gəlir, deyir ki, bu qayaların deyir qoynunda deyir igidlər olubdu deyir. Burada deyir Koroğlular at oynadıbdı. Qacar da kinayənə deyir, pəh, burada Koroğlular at oynatmışdı. Yəni Koroğlunun adı iki şəxsin dilindən. Bir də Misri qılınc məsələsi var. Hə, Qacarı dedim ki, kinayə ilə. Hə. Bax, o Misri qılıncı Eldara kim vermişdi? Aysən, dünya görmüş bir qoca vermişdi. Həmin qılıncla mı Qacar öldürülür? Xeyr, xeyr. Yaralayır. Onu öldürən kim olur? Öldürür. Ay, sağ olun. Onu qapıçı öldürür. Yəni Eldar sadəcə onu Eldar yaralayır. O Qacar da orada bir vahimələnir, qorxur. Vay, Misri qılınc eləyir, belə vahimələnir. Amma yox. Onu Eldar öldürmür. Onu qapıçı öldürür. Sadəcə Eldar onu yaralayır. Misri qılıncla yaralayır. Amma öldürmür. Hə, qapıçı Zülfüqardır, bəli. Elə çox etibar eləyirdi, bəli. Hətta Vaqif görün, Vaqifi necə bu Koroğluda yadınızdadır, Bolu bəy Koroğlunu aparır, zindanlarına belə etibar etmir, quyuda gizlədir. Quyuda gizlədir ki, ən etibarlı yer elə quyudur. Öz zindanlarına belə güvənmir, təsəvvür. İndi burada da qardaşları. Hə, görünür ki, yəni bu xüsusiyyətlərinə görə Zülfüqar o Qacarın bütün pis əməllərini, hər bir şey görürdü, təhlil edirdi. Elə bil ki, artıq boğaza yığılmışdı da bu hərəkətlərdən. Nə deyəsəydim, bir dənə fikir ümumiləşdirirdim. Hə, və burada da etibar məsələsidir. O ən etibar etdiyi bu idi. Vaqifi də ən etibar etdiyi adama verir ki, al apar, bunu zindana özün apar. Yəni digərlərinə o qədər etibar etmirdi.
Yaxşı, bu əsər yazılanda onsuz da Vaqifin dövründə bilirik ki, Qacarın hücumuna məruz qalıb Şuşa dəfələrlə 1795-97-ci illərdə tarixdə biz görürük. Qacarın hücumuna məruz qalıbdır. Burada Qacar Şuşaya gələndə neynir burada? Birinci əhalini özünə tabe edir, vergilər qoyur, neynir? Aysa, kəndləri, eli, obanı yandırır. Və bu yerlər yandıqca bundan zövq alırdı, deyirik. Yan tərlanların yaşıl yuvası, ruhuma can verir ölüm havası. Və bundan da zövq alırdı. Ona xahişə kim gəlmişdi ki, bəs bu cür hərəkətlər dayanır? Aysa, o qoca gəlmiş. Aysa, sənə də qalmayacaq. Bu qoca deyir ona. Və o qocanı oradan qovur. Elə bil, bax, məsləhətə getmək məsələsində qocanın. Bir də onu deyə bilərik ki, Basatın Təpəgözü öldürdüyü boyda da Dədə Qorqud gedir Təpəgözün yanına ki, çox adam istəyirdi axı. Razılaşsın ki, adam sayını azaltsın. 60 adam istəyirdi, bu da 2 adam 500 qoyuna salmış olur. Yaxşı müəllimlər, ümumiyyətlə əsərdə baş verən hadisələr neçənci əsr Azərbaycan həyatını əhatə edir? Ayça, 18-ci əsr. Çünki bilirik ki, Vaqif 1717-1797-ci illər arasında yaşayıbdır. Yəni bu mərhələni 18-ci əsri Qacarın bura hücumu da belə idi. Yaxşı, burada Vaqif obrazını biz gözü tox, heç bir malda, pulda gözü olmayan, amma sarayda olan görürük, düzdürmü? Bəzən sual yaranır ki, yaxşı, bunun malda, pulda gözü yox idisə, niyə saraydaydı? Ay, sağ olun. Və bunu kimlə danışdığında etiraf edir? Aysa. Aha, Aysa. Bəli. O deyir, budur. Deyir, o, bəli. Aysa. Və deyir, o quduran zaman, hətta belə ifadə var, o quduran zaman mənəm onun zəncini dartıb saxlayan. Görürsüz ki, xalqa ağır vergilər qoyurdu, xalqa zülm edən vergilər qoyurdu həddindən artıq. Onda Vaqif həmin vergiləri azaltdırırdı, yumşaltdırırdı. Vəzir idi də, nə qədər olmasa şahlar vəzirlərin sözünə çox baxırdı. Hər Vaqif haqqında bu cümlədə düşür ki, Vaqif qurtuluşu nədə görürdü? Ellərdə görürdü. O hər qurtuluşu ellərdə görürdü. Bəli, bax bu cümlədə düşür. Hər qurtuluşu harda görürdü? Ellərdə görürdü. Yaxşı, əsərin əvvəlində biz əsərin əvvəlini Nikbin gördük, düzdürmü? Nikbin ruhla, Nikbin əhval-ruhiyyə ilə başlayan gördük və ümumiyyətlə belə Nikbin əsərin əvvəlini Nikbin gördük deyəndə əslində Nikbin demək də düz olmaz. Çünki Vidadi Allaha yalvarması zamanədən bağlı şikayətlərin olması yox, nikbinlik deyil, elə bədbinlikdə, əsərin əvvəli bədbinliklə başlayır. Amma biz Vaqifi əsərin əvvəlində nikbin gördük. O sevinə-sevinə gəlir Vidadinin evinə, onları toya dəvət edir. Çox sevinmişdi bu. Ancaq bu nikbini axıra qədər görmək olmur. Düzdürmü? Əsərin sonuna doğru bədbinləşir. Bu, bunun yaradıcılığında da belə idi. Vaqif nikbin bir sənətkar olubdur. Sonradan yaradıcılığının sonuna yaxın o baxla görmədim müxəmməsini də bədbinləşdiyi bir dövrlərdə qələmə almışdı. Yaxşı, burada onun oğlu bir evladı keçir, Əlibəy. Əlibəy cinayət törətmək istəyirdi. Daha doğrusu xuramanın bir cəzasını. Cəzalan. İndi ya öldürəcəkdi, ya neyniyəcək? Yəqin ki, öldürəcəkdi də. Aydan. Vaqif yenə Aysa.
Vaqifin burada belə deyək də, Xuramanı testlərdə düşür ki, Vaqif Xuramanı bağışladı. Bu düz fikirdirmi? Aysa, yəni Vaqif onu bağışlayıb. Amma sonra mhm, Aysa. Yəni amma nəticə etibarilə o böyük ürəyə sahib olduğu üçün Xuramanı belə bağışlamağı bacarırdı. Bəs İbrahim xanı bağışlayırmı? Xeyr, yəni İbrahim xanın vətəni qoyub getməsini heç cür qəbul edə bilmir ki, vətəni qoyub dar gündə vətənini qoyub getdi. Biz Əli bəy ümumilikdə ailəcanlı, həyat yoldaşını sevən bir obraz, atasını sevən, atasına qarşı mehriban olması kimi bir övladdır. Ay sağ ol, maşallah deyir, ağıllı baladır. Ay sağ ol. Həm də ay sağ olun, vətənpərvərdir, düzdürmü? Xalqı üçün mübarizə aparır. Məsələn, Eldarla Əli haqqında ortaq cəhət olaraq, məsələn, Venn diaqramında sual olaraq düşsə ki, mübarizə, vətənpərvərdir və mübarizə aparır. Bəzən deyirlər ki, bu Eldar, yox axı, Əli də vətənpərvərdir, həm də mübarizə aparır. Bu da mübarizə aparır, düzdürmü? Yaxşı, ümumiyyətlə, belə deyim də, İbrahim xanın simasında ancaq İbrahim xan Eldara mı yuxarıdan aşağı baxırdı, yoxsa aşağı təbəqə kəndlərin hamısına mı münasibəti eyni cür idi? Aysa, 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 yəni o zidd mövqedə idi də Vaqiflə. Xalqının taleyi necədir, nədir, onu maraqlandırmırdı. Xalqın taleyini onu maraqlandırması başqa hansı əsərlərdə hansı hökmdarları xatırladır bizə? Aysa, Səsli qızda məğlub ölkənin hökmdarını xatırladır, tamamilə doğrudur. Sonda da vətənini atır və qaçır, özünün canını xilas edib gedir, düzdür? İndi burada Xuraman Vaqifə xəyanət etdi. Burada Xuramanın Vaqifə xəyanət etməsində kimlərin əli olur, yoldaşlar? Yəni Xuramanı Aysan, deməli, Aysan. Bu Şeyxlə qarı obrazı, Şeyxlə qarı. Təqdirəm. Necə? Ağlına batır. Bəli, şeyx bu məsələni o ağıldan salır. Şeyx ortaya. Bəli. Burada namus məsələsi idi. O eyni bu bilirsiniz, bu Dədə Qorquddan gələn bir məsələdir. O həm də Aldanmış Kəvakibdə Mollabaşı Axund Səmədə oxşuyur bu Alı, şeyx. Eyni o Mollabaşı Axund Səmədə bənzəyir. Fürsət düşən kimi orada namus məsələsi var. Fürsət düşən kimi necə Aldanmış Kəvakibdə Axund Səməd qisas almaq istəyir. Bax, burada da Şeyx Alıda və Səsli qızda da deyir, vətənlərini almışıq, ölkəni almışıq, bir də qadına, qıza şərab payladı, bu onun əlindən şərab içək. Dədə Qorqudda da düşmən Burla Xatuna ikinci zərbəni vurub, namusunu alçaldıb, şərab paylatmaq istəyirdi. Yaxşı, bu şeyxi biz necə bir obraz kimi gördük? Çox belə deyək də, Aysa, iki yüzlü, Qacara yaltaqlıq edən, yəni pul var kimin yanındaydısa, Aysa, pul kimin yanındadısa, pul kimdədirsə, hakimiyyət kimdədirsə, başlayır ona yaltaqlıq eləməyə. Hətta İbrahim xanın qaçma xəbərini də məhz o gətirmişdi, düzdürmü? Yaxşı. Aysa. Bəli, tamam, doğrudur. Öldürsünlər. Yaxşı. Vidadini bəs bu əsərdə həyatda olduğu kimi, real həyatda bilirik ki, Vidadi
1707-1808-ci illərdə yaşamış Azərbaycan ədəbiyyatının görkəmli sənətkarlarındandır. Realizm, realist yazanlardandır və ədəbiyyatda bədmin ruhlu bir sənətkar kimi tanıyırıq. Bəs bu əsərdə Vidadini biz necə gördük? Nikbin ruhlu sənətkar gördük, yoxsa bədmin? Aysel. Aha. Həm də bir el sənətkarı kimi də təqdim olunur burada və eyni zamanda o dəbdəbə istəmir. Sadə həyatı ona bəs edir. Vaqifə də deyir ki, gəl deyir. Boynundan bu minnəti at deyir. Kəndimizə qayıdaq, Kəndistan. Kəndimizə qayıdaq deyir. Aha, bəli, toydan sonra deyir. Yəni görürsən ki, öz kəndinə, öz evinə bağlıdır və saray həyatıdır. Buradakı yaltaqlıq, ikiyüzlülük ona yad bir şeydir və bunları qəbul edib burada yaşamaq istəmir. Ancaq burada yaşamağa məcbur qalır. Niyə məcbur qalır? Yox, Vidadi. Aysa. Dostluqda, bəli. Dostluqda sadiqlik məsələsinə görə onu bu vəziyyət burada tək qoyub, belə bir bu canavarların içərisində tək qoyub getmək istəmir. Ona görə yanında qalır. Tamamilə doğrudur. Yaxşı yoldaşlar, əsərin əvvəlində gərginliyi yaradan məsələ burada toydur, toyda hamı məclisdə yığılıbdır. Burada toy məclisi harda keçirilir? Qacarın İbrahimin evindədir, yoxsa Vaqifin evindədir? Ay sağ olun. Aha. Ay sağ olun. Ev sahibi, ev yiyəsi o idi, qonaqlar ora yığılmışdı. Eldarın gəlməsilə artıq xanın üzünün açıldığını görmüş oluruq. Burada Vaqif öz gəlininə əsərin əvvəlində şeir deyir. O şeirdə nə demək istəyirdi Vaqif? Nə deyir gəlinə daha doğrusu? Aha. Üzündən götür deyir, o duvalı, qoy açıq görünsün ayın qabağı. Bizim nənələrimiz belə yaşamışlar. Elə bir növ burada o duvaq düzdür gəlinin başına salınır. Hə, elə bil o çadraya qarşı hüququn məhdudlaşdırılmasına qarşı da bir amil kimi göstərilir və bir növ Vaqif ona qarşı çıxmışdı. Yaxşı, Eldar gəldi. Eldarın biz əsər boyu elinə bağlılığını, vətənpərvərliyini, həmişə ədalətli bir insan olmasını, haqqın, ədalətin yanında olmasını biz görmüş oluruq. Bəs burada Eldar, aha, bəli, eyni zamanda xalq adamı idi, Vaqifin də ən yaxın dostu idi. Burada deyin görün mənə, o kimlərisə əsərdə öldürürmü? Hə, Eldar kimlərisə öldürürmü? Aha, ümumiyyətlə Qacarın adamlarını öldürür, sonra başqa kimi öldürür? Bəs Eldarı kim öldürmək istəyir? Aha, bu İlyası kim göndərmişdi? Qacar, İbrahim xan. İbrahim xan göndərmişdi, yadınızda saxlayın. İbrahim xan Ayso göndərmişdi ki, məhz Eldarı aradan götürsün. Ancaq onun planı baş tutmur. Onun planını kim puça çıxardır? Aha, Kürt Musa görür ki, arxadan vurmaq istəyir Aysa. Bu onu öldürür. Yəni beləliklə onların planı baş tutmur. Yaxşı, kimin tərki İsraili? İlyası.
Aha. Bəs İlyası Kürd Musa öldürür axı. Hə, ondan əvvəlki sən deyirsən. İlyasın ustayı Kürd Musa oldu. Aha. Aha. Yaxşı, bəs tərki silah etmək, silahları əlindən almaq başqa harda var idi, hansı əsərdə var idi? Düzdür, keçməmişik. Xəyanət edən obrazın silahını alır. Namərd gülləsi. Namərd gülləsi. Aysa mürşüdün, qaçaqkərən silahlarını əlindən alır. Deyir onsuz da ki, Niftanlının adamları onu sağ buraxan deyil. Aysa öldürəcəklər. Yaxşı. Tamamilə doğrudur yoldaşlar. Burada qadın obrazlarına baxdıq, şeyx obrazına baxdıq, ümumiyyətlə Əlibəydir, Qacardır, bunun ümumi haqqında məlumatıdır və s. bunları qeyd etmiş olduq. Əsərdə ümumiyyətlə biz başdan ayağa elə ifadələr gördük ki, bu ifadələr bizim dilimizdə, sonrakı oxucuların dilində biz qeyd etdik ki, bir aforizmə çevrilir. Bunu aforizm edəndə orada təsvir ifadə vasitələrinin güclü şəkildə, poetik şəkildə ifadə olunması idi. Bəzən sual düşəndə deyirlər ki, yox, dramatik əsərdə təsvir ifadə vasitələrimi niyə olmur? Dramatik əsər şeirlə yazılıb, ya hətta şeirlə yazılmasa belə təsvir ifadə vasitəsi olması qeyri-adi bir şey deyil. Təsvir ifadə vasitəsi öz əksini tapır. Bənzətmələr var, sonra litota var, qırır sərçə kimi bizimkiləri. Yaxşı, bax orada sərçə kimi ifadəsi var. Həmişə burada çaşqınlıq yaradır müəllimlər tərəfindən ki, sərçə kimi bizi qırır deyir. Orada niyə o təşbeh deyil deyə sual verirlər. Aysa və orada ümumiyyətlə kimini görəndə siz çaşmayın. Təşbeh odur ki, deyir ki, bir predmetin özündən qüvvətli daha bir başqa bir predmetə aidsə, güclü bir şey. Amma burada əksinə bir əhəmiyyətsizləşdirmə var, bir kiçiltmə var. Onda kiminin olması, orada kiminin işlənməsi bizim üçün əhəmiyyət kəsb etmir. Əsas burada bizim üçün əhəmiyyət kəsb etmə mənadır. Mənaya baxırıq və biz ona görə qərar veririk. Aydındırmı? Yəni bu məsələlərdən çox diqqətli olun. Sonra Vaqifin dilində, Vaqifin şeirlərində də ən çox, məsələn, Xuramana dediyi ifadələr, sonra deyirik, epitet var idi. Yalan yaraşmayır gül dodaqlara. Xuramana deyirik, deyir, niyə beləsən? Xuraman da deyir, yalan danışır ona. Deyir, nə olubdur? Heç bir şey yoxdur. Soruşur ki, bəs belə olmağının səbəbi nədir? Nə baş veribdir? Xuraman da ona yalan danışır. Aycan deyir, başqa bəhanə gətirir ki, hə, məni sıxan başqa bir şeydir. Bu da anlayır ki, yox, onu sıxan başqa şey deyil. Yox, düz danışmadı da, düz danışmadı. Nafət, yalan yaraşmayıb gül dodaqlara deyir. Xuraman öz əvvəlki ərini xatırlayır. Öz əvvəlki əri dövlət xadimi idimi? Yəni o da zəngin biri idi. Aysa el ağası idi. Əvvəlki ərim öz hörməti var idi. Qulluqçularım var idi. Belə idi, belə idi. Yəni bir peşmançılıq, təəssüf hissi yaşayır. Deməli Vaqifə də beynini yedilər ifadəsini işlədirik. Xuraman dilindən deyir, başımı, beynimi ovub yedilər. Bu Vaqifə gələndə də, Vaqiflə evlənəndə də deməli bu təsir altında evlənib. Bəs Vaqifdən tamamilə narazıdırmı Xuraman? Razı olduğu cəhət varmı heç olmasa? Görünür düz ilqarı var, amma deyir razıyam qanacağından, düzdürmü? Mərifətli olması, qanacaqlı olması, mədəni bir insan olması. Ümumiyyətlə Vaqif ailə canlı, mədəni, ailəsini sevən və sadiq biri idi. Və Xuraman isə əksinə, belə deyək də, başı boş bir insan idi. Özü qərar verməyi bacarmayan,
pulun hərisi olan şöhrətpərəst, pulu sevən bir qadın idi. Ona görə də onun həyatı bu cür puç olur, mənəvi boşluğa düşür. Yaxşı müəllimlər. Ay sağ ol. Ah, xoraman. Ay sağ ol. Məhv etdi zaman. O da zamanı. Məhv etdi zaman. O da zamanı günahlandırır. Tamamilə doğrudur. Yəni bu ailəsi idi, nə qədər olmasa da çox pis təsir edir ona. Çünki o ailə dəyərlərini, hər bir şeyi başa düşən bir insan idi. Elə bil ki, burada xəyanəti belə bağışlamağı bacaran bir insan idi. Bəzən orada deyirlər ki, hə, Vaqif xəyanəti bağışladı. Yəni xəyanəti bağışlamaq o demək deyil ki, təzədən ona evlənəcəkdi, nə edəcəkdi. Sadəcə bir insan olaraq hə, onu başa düşüb bağışladı. Bu mənanı ifadə etdi. Yaxşı, belə.